detektivlər. Gəlin indi maraqlı bir mifə baxaq. Bir çox psixoloji və sosioloji araşdırmalar göstərir ki, kompüter oyunları oyunçularda uzunmüddətli aqressiya yaratmır. Məsələn, Amerika Psixologiya Assosiasiyası 2020-ci ildə belə nəticəyə gəlib ki, aqressiv davranışla oyunlar arasında birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. Aqressiv davranış üçün ailə mühiti, sosial təzyiq, maddi çətinliklər və psixoloji problemlər daha ciddi risk faktorlarıdır. Kompüter oyunları isə əksinə, daxili gərginliyi boşaldır, bu da aqressiyanı azalda bilər. Beləliklə, bugün bir texnomifi təsdiqləmiş olduq. Texnologiya haqqında daha çox maraqlı həqiqətlər öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək texnologiya ilə qalın, amma hər zaman doğru məlumatla.